Əleyhissalam buyurur ki, əl-həzər, əl-həzər, əl-həzər yəni müğayət olun, diqqətli olun. Bəzən Allah günahları o qədər örtür ki, elə bilirsən bağışlayıb. Günah örtülürsə, diqqətli olun ha. Bəzən görürsən ki, sən pis insan olmusan, əzaba yuvarlanmısan, Allah dözür, səbr eləyir ki, birdən-birə açsın. Əbu Həmzə Sumali duasında İmam Səccad əleyhissalam deyir, deyirsən o kəssən ki, mənə möhlət vermirsən, mən özümə gəlməmişəm. Örtmüsən günahlarımı, amma mən həya eləməmişəm. Sən örtdükcə mən azğınlaşmışam. Örtüyü bunun üçün idi ki, arada abır həya getməsin. O örtdükcə sən gərək utanasan ki, örtür, ayıbdır. Deyirsən, məni gözündən salmısan, amma heç mən narahat olmamışam. Günahlarla gözündən düşmüşəm, amma vecmədə deyil, narahat deyiləm. Nə biləsən ki, günahlarla Allahın gözündən düşməmsən, meyar nədir? Bəla verməməkdir. Bəla vermirsə, deməli, bağışlayıb, xeyr. Heç də bəla verməməyi həmişə bağışlamasının əlaməti deyil. Biz nə bilək ki, Allahın nəzərindən düşməmişik, gözündən düşməmişik. İstiğfar halımız varsa, günaha görə narahatıqsa, üzrxahlıq halı varsa, deməli, nəzər üstümüzdədir. Yoxdursa, deməli, gözündən düşmüşük, tezliklə əlac eləmək lazımdır.